Kızlarım. Bugün yeniden karşınızdayız. Bugün ne yiyeceğiz kızlar sizin? Bugün oğlanlar bize defile edecek. Zorla da olsa ikna ettirmişim ve burada bir konuğumuz var. Kuço. Yeni sahiplendim. Kuçom yəqin ki onlardan daha yaxşı yeriyərdə. Podyumda. Bizi saldıkları hala bak da. Çəkir edirəm mən qarasını giyinəcəm. Niye sen qarasını giyinirsən? Sənə acıq pəmbə yaraşır. Sənə yaraşır elə. Mən də yaşlı giyinim bunda. Onsuz da hamısını giyinəcəksiniz. Gəl. Halımıza bax da. Ne güldünüz siz? Bunu eləmək üçün siz zoradınız. Yoxsa bizim belə bir şey eləyəcəyimizi gözləyirdiniz. Mən gözləyərdim. Nəysə, fikirlərindən döndürməmək üçün özümü zor tuturam. Yaxşı ki çıxın podyuma, onsuz da bütün paltaları geyinib yoxlayacaqsınız. Hayda, sən çıx bence. Yaxşı, gözlə görüm. Oo, qəşəng. Mən buna bir 8 puan verdim. Məndən 7 puan. Məndəki 9 puan. Görürsünüz də hər şeyə layiqəm də. Bax görək. 10. Yine 9. 8. Hayda. Mən nəyməz ki idi ondan. İndi gəl burada dalaşacaqlar ki, mən gəlsin daha qəşəng idi. Sıradakı paltar. Mən bunu giyinəcəm. Mən də bunu. Aslında bunu bura. Ben de onu yiyeceğim. Çok güzel görünür. Aslında biraz eğlenceliymiş ha. Neyse gel gidelim. Bu nerede? Ay Allah. Ben bunu götürürüm. Ah görək. Değiştirici görək. Mesela bu. Baksın bilmiyor. Oo! Qəşəng. Yaxşı, bu dəfə mən birini çıxış edirəm. Sumkalar zadda götürüblər. Görünüşə görə çox sevdilər. Tezənin yerində. Yaxşı. Dəqiqə. On puan verdim getdi. 10. 10. Görürsünüz də ilk fulləyən mən oldum. On. Muhteşem bir çıxış idi. Hamınızdan çok teşekkür edirəm. Çok güzel bir çıxış idi. Alkış istəyirəm mən buna. Neyse. Tələbələrimizə də podyuma çıxmadıq deməliyik də. Yufqayla. Mən şaşalı bir paltar giyinəcəm indi. Mən nə giyinim onda görəsən. Bu qaldı. Bunu giyinəcəm. Mən də bunu.
Necə oldu? Möhtəşəm. Çantanın modası geçti. Tələsini götürək. Ne var bu sumkaya? Çarmsız yesen olmadı. Neyse. Bu çarmsız durmuş. İkinci olarak da bunu şöyle. Geçen oldu. Ama ona məncə pəmbə yaraşardı. Düz deyirsən. Qoyaq bunu bura. Oldu? Oldu. Mük oldu. Mük. Şu tarafa mən də düzəldirəm. Mən sən sumka tutmağa ehtiyacın yoxdur. Yaxşı. Məndən yenə deyəsən 10 gedəcək. Bir görək nətər eləyəcəklər. Oh. Gel görək. Belki də Olivə puanımı azaltdım, bunu 10 verdim. Fikrimi dəyişdim də yəni. Hakikaten ona çünkü şaşalı bir paltar giyinib. Süper. Bunlar desən sevdi ya bu işi. Gələk tez gətirək bura. Çok geç şu tarafa da ben modeli eləyəm burada. Bence hem hərəkətiyle hem de görünüşüyle Olive kazandı. Jack kazandı. Bence de. Yani şüphe yoktu. Bəs mən çantada tutmuşam. Görsən də mən qazanaram da. Olive da biraz yazılımı geldi. O da qəşəng paltarlar seçmişdi. Cookie tərzində. Ama ne bilmək. Bu dəqiqə əyindəki də gözəldir. Həm də mənim çam. Mən hər ikisinə də 10 verirəm. Mən sana 9. Yok, sana 10, ona 9. Ben her ikinizə 10. Ne diyeyim? Puanları hesablamak yadınızdan çıxdı ya. Neyse, əsas kazanan mən oldum da onu bilirik. Kusaba görsən də haksızlıq eləyirlər. Mən daha soft giyinmişəm. Bu şaxşahalı giyinib. Elə əsas o da şaşalı giyinmək. Ama hər ikinizə də tam bal verdim də sonda. Neyse durun. Bunlara bir hediyemizi, mükafatlarını verək. Burada futbol biletleri, halı saha bileti. Yani o nedir? Kağıt verirsiniz bize. Bu kağızları neyse oxşatmadınız? Allah'ım! Ne oldu? Halı saha biletleri. Ne? Neyse de alın da. Siz de halı sahaya bir yerdə getməlisiniz. Onu görə hər ikinizə verdik də. Sağ olun. Allah sizdən razı olsun. Qalacağım şimdi. Niye ağlıyorsan? Duygulandım. Sevincdən ağlayıram. Yaxşı da bəsdir.
Biz də əslində az iş görmədik də, bilirsiniz. Modelliyimizi göstərdik. Hə. Kanala abunə olub like atmağı unutmayın. Kikaları, yorum yazmağı unutmayın. Sağ olun. Bye bye. Qulaklığımı ver. Nəsə